etiraz olaraq Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbusların azadlığı üçün aclıq aksiyasına başlayırıq. Bir daha uca səslə, hakimiyyətdən tələb edirik ki, Tofiq Yaqublu buraxın, azad eləyin insanı, bəsdirin. Bu qədər qəddarlıq olmaz artıq. Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq bir aya yaxındır, artıq 129 gündür ki, aclıq eləyir həbsxanada. Hökumətin, yəni biz belə görürük ki, onu heç buraxmaq fikri də yoxdur. O səbəbdən biz bu gündən aclıq aksiyasına başlayırıq Müsavat Partiyasının qərargahında. Deməli, mən başlayıram, Ceyhun Novruzov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sabah rayon şöbəsinin sədri. Mənlə bərabər cəhbətçi Təvəkkül Həsənovdur, Rövşən Səfərovdur, Zəkirullah Ağsaqqal dayımız Nağıyev, Zəkirullah Nağıyev, İsmayəddin bəy başlayır. Musavatdan bir nəfər Natiq bəydir, bir də illərin müxalifətçisi, prinsipial müxalifətçisi Tofiq bəyin dostu Hüseyin Məlik başlayır aclığa. Musavat Partiyasına da təşəkkür edirik ki, bizə üçün yer ayırıblar. Çünki başqa çarəmiz yoxdur. Yəni, biz bildiyimiz kimi Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Şura olaraq Bakı şəhəri icra hakimiyyətinə, miting üçün bütün siyasi məhbusların, başda Tofiq Yaqublu olmaqla azadlığı üçün, azadlıq tələbi üçün miting müraciət elədi. Ənənəvi olaraq onların prinsipinə yəni bizə imkan vermədilər. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsini yenə heçə saydılar. Bu hakimiyyət üçün Azərbaycan Konstitusiyası sadəcə qaralama dəftəridir. Biz də Tofiq Yaqublu necə özü də demişdi həbsindən qabaq ki, insanlar aclığa hüquqsuzluq olduğuna görə, çarəsiz olduğuna görə yəni aclıq edir. Biz də hətta onu başlamışıq, çünki ölkədə heç bir hüquq, heç bir ədalət, heç bir qanun, hamısı sifarişləndir. Şəxsən özüm, mən, burada olan hər kəs, mən özüm siyasi məhbus həyatı yaşayan insanam, dəfələrlə şərrlənib həbs olunmuşam. Tofiq Yaqublu da həmçinin 4 dəfə uzun müddətli siyasi məhbus həyatı yaşayıb, dəfələrlə inzibati həbslərdə olub, böyük işgəncələr alıb. Hətta bir şeyi xatırladım ki, deməli 2000 Salih Rüstəmlinin azadlıq aksiyasında Tofiq Yaqublunu aparıb pis döymüşdülər, ələtdə buraxmışlar. Mən tək getdim onun arxasıca. Tofiq Yaqublunun insanlıqdan, hüquqdan necə yana olduğunu bildirmək istəyirəm. Tofiq Yaqubunu mən tapanda gözləri görmürdü, qətiyyən heç nəyə görmürdü. Əlindən tutdum, biraz kövrəlirəm o vaxtda danışanda, o mənzərə yadıma gəlir. Əlindən tutdum, gətirdim maşına otuzdurdum. Arxamızca maşın gəldiyinə görə Tofiq bəyə demədim, möhkəm sürürdüm. Tofiq bəy birdən sual verdi ki, haradayıq? Dedim ki, Tofiq bəy, Lökbatana çatırıq. Dedi, sən niyə möhkəm sürürsən, sən niyə qanunları pozursan? Dedim, Tofiq bəy, qanunları pozmuram, neyiniyim arxamıza gəlirlər. Yəni, hətta oldu Bibeybətə yaxınlaşanda, Bibeybət məscidinə yaxınlaşanda bir siqnal da verdim ki, yol versinlər, yəni yolun solu ilə gedim. Yenə mənə irad bildirdi ki, sən niyə siqnal verirsən? Yəni, o qədər dürüst, o qədər ləyaqətli, o qədər şərəfli insanı şərləyib nə qədər tutmaq olar, nə qədər insana həbs eləmək olar. İndi, məsəl üçün, bilirik, məsəl üçün, sən qisas alırlar ondan. Yaxşı, alırsan qisas daha bəsdir, bu qədər qəddarlıq olmaz. 2 ildir insan, 2 ilə yaxın da həbsdədir, bıraq bu insanı. Onun heç olmasa Azərbaycan üçün elədiklərinə hörmət qoyun. İnsan öz 2 körpə balasın 1-ci Qarabağ müharibəsində evdə qoyub könüllü müharibəyə gedib. Cəmiyyət bilsin ki, mən Kürdəxana həbsxanasında aclıq eləmişəm. O aclıq eləmək asan şeydir, yəni çox çətindir. Yəni, heç kimə asan gəlməsin ki, bu oturdu aclıq eləməyə. Çox çətindir. İnsanın bədəni ağrıyır, bədən quruyur, hiss edirsən ki, bədən quruyur. Ona görə də uca səslə Tofiq Yaqubluya azadlıq tələb edirik.
Tofiq Yaqublu Azərbaycan xalqının sərvətidir. Tofiq Yaqublu mübarizə simvoludur. Tofiq Yaqublu nə müsbət sözlər varsa, hamısı Tofiq Yaqubluya layiqdir. Biz onsuz da bunlardan bir şey gözləmirik. Yəni, biz onu tələb edirik ki, Tofiq Yaqublunu azad eləsin və həmçinin bütün siyasi məhbuslar azad olmalıdır. Amma Tofiq Yaqublu başda olmaqla. Tofiq Yaqublunu tələbimiz odur ki, dostlar da hamısı mənə qoşulur ki, Tofiq Yaqublu azad olsun. Biz də ona görə etiraz olaraq Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbusların azadlığı üçün aclıq aksiyasına başlayırıq. Bir daha uca səslə, hakimiyyətdən tələb edirik ki, Tofiq Yaqublu buraxın, azad eləyin insanı, bəs durun. Bu qədər qəddarlıq olmaz artıq.